Yeni Yasamalda 3 otaqlı, əşyasız mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin dayanacağında yeni inşa olunmuş 21 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Sahibi bildirir ki, kirayə götürülən şəxs uzun müddətli götürdüyü təqdirdə yataq dəsti, paltar yuyan və qaz peçi ilə təmin etməyə hazırdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 20 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli bir mənzildir. Əvvəldə bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Mənzil hal-hazırda əşyasız olaraq icarəyə verilir. Sahibi bildirir ki, uzun müddətli götürmək istəyən şəxs ehtiyacı olduğu təqdirdə yataq dəsti, paltar yuyan və qaz peçi ilə təmin edəcək. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 650 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda hündür mərtəbəli binanın sonuncu mərtəbəsində mansard tipli 3 otağa düzəlmə, kubcalı və lift qapısına kimi qalxan bir mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Məhəmməd Xiyabani küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, qazı, suyu, işığı daimi olan, istilik sistemi isə kombi olan bir mənzildir. Sənədi kubcadır və ən əsas məsələ də ondan ibarətdir ki, əvvəldə bildirmişdim ki, bu mənzil mansard tipli mənzildir, amma mansard tipli olmasına baxmayaraq lift qapısına kimi qalxır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 12 mərtəbəli binanın 12-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kubcu olan, düzdür, mənzil mansard tiplidir, əvvəldə də bildirmişdim, amma lift qapısına kimi
qalxır. Mənzilin isitmə sistemi kombidir, qazı, suyu, işığı daimidir, sənədi kupçadır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir və həmçinin məktəbə, bağçaya da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 170 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda satılan 3 otaqlı mənzilə 10 min manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və anında məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi və Akim Abbasov küçəsinin kəsişməsində Şokolad Towersin yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, şəkillərdən də göründüyü kimi ideal təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Düzdür, bu mənzili təxminən bir həftə öncə mən paylaşım etmişdim. Onda 239 min manata satışa çıxarılmışdı. Hal-hazırda 10 min manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbər olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi və Akim Abbasov küçəsinin kəsişməsində 9 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan, qanuni 3 otaqlı, sənədi kupçu olan, ipotekaya yararlı olan, ideal təmirli olan bir mənzildir. Çox münasib qiymətə satışa çıxarılıbdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Akim Abbasov və Həsən bəy Zərdabi küçələrindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Asan xidmətə, Şərifzadə küçəsinə, İnşaatçılar metrosuna, Elmlər metrosuna da çox yaxın bir ərazidədir. Bu mənzilin qiyməti hal-hazırda 229 min manata təklif olunur. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox super qiymətə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində 5 otaqdan 4 otağa düzəlmə ideal təmirli bir mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Məhəmməd Xiyabani küçəsində 9 mərtəbəli Leningrad layihəli binada yerləşir. Ümumi sahəsi 120 kvadratdır, 5 otaqlıdır, 4 otağa düzəlibdir, ideal təmirlidir. Sənədi kupçadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı binanın təxminən 50-60 metrlik məsafəsində yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə heç bir faiz tələb etmədən paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində
Məhəmməd Xiyabani küçəsində 9 mərtəbəli Leninqrad layihəli binanın sonuncu mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan 5 otaqdan 4 otağa düzəlmə, ideal təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər məktəbə, bağçaya və bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 210.000 manatdır. Mənzil əvvəldə də bildirdiyim kimi 5 otaqdan 4 otağa düzəlibdir, ideal təmirlidir, sənədi kupçadır. Bu mənzilin qiyməti 210.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.